Ülvi Mezaharoğlu Mahmudzadə, Azərbaycan Mezaharoğlu Mahmudzadə, Azərbaycan ordusunun tərkibində hərbi qulluqçu olaraq xidmət etmişdir və hərbi peşəni müdrik rəhbərimiz Qasım Müstəqim Respublikasının qurucusu və banisi Heydər Əliyevin hərbi peşəyə, hərbi sahəyə ardığı yüksək diqqət və qabiliyyət cavab olaraq, verdiyi qiymətə cavab olaraq hərbi peşəni özü üçün ən yüksək peşə olaraq seçib bu sahədə xidmət etmişdir. Azərbaycan Respublikasının ərazilərinin düşmən işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, suverenliyinin bərpa edilməsi istiqamətində işğal altında olan torpaqların işğaldan azad edilməsi üçün Ali komandanlığın qoyduğu məsələlərin, tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmişdir hərbi qulluqçu olaraq və döyüş meydanında qəhrəmanlıq, igidlik, cəsurluq nümayiş etdirərək düşmənin məhv edilməsi istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən düşmən təxribatlarının qarşısını alarkən ən yüksək zirvəni, şəhidlik zirvəsini fəth etmişdir. Allah rəhmət eləsin, Allah atasına, anasına can sağlığı, uzun ömür versin. Həqiqətən Ülvi Mezaharoğlu Mahmudzadə və digər şəhidlərimiz kimi Azərbaycanımızın tarixinə, zəfər tarixinə əbədi olaraq daxil olmuşdur. Yəni Azərbaycanın milli qəhrəmanı adına layiq olan şəhidlərimizdən biri olaraq daxil olmuşdur. Adı tariximizə qızıl hərflərlə yazılmışdır. Allah bir daha rəhmət eləsin.